Mehman bəy, ümumiyyətlə Rusiyanın elə son hadisələr fonunda da Azərbaycanla münasibətləri bərpa etmək yönündə olan canfəşanlığı fonunda da belə başa düşürük ki, Cənubi Qafqazda yeni mərhələ maraqlar mı meydana gəlib, yoxsa sadəcə yeni siyasətdir bu? Təşəkkür edirəm, hörmətli Züleyxa xanım. Buyurun. Rusiyanın davranışı göstərdi ki, Azərbaycan və Türkiyə Güney Qafqazdakı mənzərəni tamamilə Rusiyanın istəmədiyi istiqamətdə dəyişiblər. Rusiya bunu həzm etmək istəmirdi. Bizim sərnişin təyyarəsinin vurulması, sonra Rusiyanın Azərbaycandan üzr istəmək əvəzinə cəfəngiyyatlar danışması, Azərbaycana təzyiq edilməsi, kiber hücumlar təşkil edilməsi, soydaşlarımıza qarşı orada törədilən vəhşiliklər, etnik Azərbaycanlıların biznesinə əl qoyulması, Ukraynada bizim enerji obyektlərimizə vurulan zərbələr və s. bütün bunlar Rusiyanın istəkləri idi ki, Azərbaycanı mən səni cəzalandıraram, mən sənə ağır zərbələr vuraram deyə mütləq Rusiyanın təsir zonasına qayıtmalısan və Rusiyanın maraqlarını Güney Qafqazda nəzərə almalısan kimi bir havaya girmişdir Rusiya. Amma gördü ki, Azərbaycan çox möhkəm dayanıb torpağın üstündə. Azərbaycan ərazi bütünlüyü təmin edib, Rusiyanın buradakı argumentlərin dartıb Rusiyanın əlindən alıbdır. O imperiya mexanizmlərin erməni separatizminin kökündən çıxardıb tarixin küllüyünü atıbdır. Rusiyanın sülhməramlı adlandırılan işğalçı qüvvələrini Azərbaycandan çıxarıbdır. Azərbaycan şaxəli bir siyasət aparır. Azərbaycanın Avropa İttifaqının enerji təminatçısı, təchizatçısı rolunda çıxış etməsi ortadadır. Türkiyə-Azərbaycan hərbi siyasi ittifaqı mövcuddur və bir ildə Türkiyə ilə Azərbaycan arasında 25 hərbi təlim keçirdilir. Azərbaycan ən müasir orduya malikdir və Azərbaycan iqtisadi cəhətdən Rusiyadan tamamilə azaddır. Heç bir asıllığı yoxdur. Üstəlik də Güney Qafqazda Azərbaycan Ermənistanı Azərbaycanın Qarabağ daxil olmanın ərazi bütünlüyünü tanımasına məcbur etməsi, Azərbaycanın qoyduğu şərtlər daxilində 17 maddə üzrə 8 avqust 2025-ci ildə Vaşinqtonda sənədin paraflanması və Donald Trump'ın iştirakı ilə üçtərəfli bəyanatın imzalanması və nəhayət Zəngəzur dəhlizinə Amerikanın əl qoyması. Bu, Azərbaycanın, Türkiyənin və Birləşmiş Ştatların apardığı siyasətin nəticəsi idi. Bu, Azərbaycan prezidentinin əldə etdiyi ən nəhəng qələbələrdən biridir, Züleyxa xanım. 44 günlük savaşda bizim əldə etdiyimiz qələbə qədər Zəngəzur dəhlizinin açılması o qədər möhtəşəm bir zəfər sayılır. Çünki Azərbaycan Güney Qafqazı savaş meydanından barış meydanına çevirdi. Azərbaycan indi Güney Qafqazı çox cazibədar investisiya mühitinə çevirməkdədir. Sabit, təhlükəsiz bir regiona çevirdən Əlbəttə, ən başlıcası isə Türkistanda yaşayan 80 milyon türk müsəlman toplumunun qapılarını açdı Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması ilə Avropaya. Azərbaycan indi Avropa, Asiyanı birləşdirir. Azərbaycan bundan sonra nə addım attı? Qazaxıstanla unison hərəkət etmək üçün, infrastruktur layihələrin birlikdə sürdürmək üçün Cənab Prezidentin Qazaxıstan görüşü oldu və çox möhtəşəm bir razılaşma əldə edildi. Çünki Züleyxa xanım, Pekindən Londona qədər uzanacaq orta dəhlizin, Transxəzər dəhlizinin əsas o körpünün iki dayaq məntəqəsi var. Biri Azərbaycandır, biri Qazaxıstandır. Bizim logistik qovşaqlarımızın gücü, potensiyalı buna yetməlidir. Putin anladı ki, Azərbaycan da, Ermənistan da, Türkistan da onun əlindən və Rusiyanın total nəzarətindən tamamilə çıxmaqdadır. Bu proses gedir. Ona görə də o düşənbədə Azərbaycan prezidentinin qarşısında o qıvrılaraq özdə bəraət axtarmaq şərti ilə üzr istədi. Yenə hadisələri öz bildiyi kimi təsəvvür etməyə çalışdı. O qıvrılırkən bizim prezidentimiz necə şax, necə qürurla oturduğunu bütün dünya gördü. Jestlər belə hər şeyi ifadə edirdi görüşdə. Əlbəttə. O vücud dili ilə hər şey çox açıq şəkildə izah edildi. Və Putin anladı ki, artıq Azərbaycanı təzyiq etmək mənasızdır. İndi Avropa ilə, Qərb ilə iplərin, sapların qoparmış Rusiya, Azərbaycan və Türkiyə hava və su kimi gərəkdir. Yol hardan keçməlidir? Şərqə, Azərbaycanla. Şimal dəhlizi, Hindistanla Peterburqu hardan birləşdirməlidir? Dəniz yolu ilə İrana, İran və Azərbaycan üzərindən Peterburqa.
Yani Azerbaycan'dan bugün vaz keçə bilməz Rusiya. Onu anladılar. Ve Kazakistan görüşünden sonra ise derhal o telefon açıldı Cənab Prezident'e ve tabii ki Rusya'nın indiye kadar kiminə üzr istediğini görmemiştik. Malazya'nın Boeing'in vurdular. Dediler biz eləməmişik. Sonra Polşa'nın bütün hükümet nümayəndələrini, prezidentin ailesi de olmak şartıyla o təyyarəni qəzaya uğrattılar. Ne üzr istemediler, ne saymadılar, ne araştırmanı aparmağa koymadılar. Azerbaycan ise mecbur elədi ki Rusya üzr istesin. Mecbur elədi ki Rusya bütün dünyanın gözü karşısında öteli üstüne götürsün ki kompensasiya ödəniləcəkdir. Hem orada zərər çəkmişlərin ailələrinə və özlərinə, hem de azala. Diğer taraftan da Rusya hatırlayırsınız bir sığorta ödənişində biz güya kompensasiya ödemiş kimi bir oyun da attılar ortaya. Gördüler ki Azerbaycan'ın o sert tutuşundan yakalarını kurtarabilmirlər. Üzr istediler. Mecburdular. Azerbaycan kimi bugün post-sovet mekanında müstakilliği Azerbaycan kimi yerine oturtmuş ikinci devlet yoktur. Ve son cümlemi söyleyeyim bu sualla bağlı. Buyurun. Elbette ki o zevkler çok olacaktır. Elbette ki Rusya isteyecektir ki Ermenistan'ın erazisinden keçecek. Bakın Ermeniler bugün Rusya ile birlikte bu kombinasyanın üzerinde baş sındırırlar. Axı Ermenistan'ın bütün demir yolları Rusya'nın Cənubi Qafqaz demir yolları şəbəkəsinin tərkibindədir. Rusya indi çaba göstərir ki Zəngəzur dəhlizin itirdiğin kompensasiya eləsin. Nə ilə? Həmin 43 kilometrlik bizim Zəngəzur dəhlizi Trump marşrutu gəlsin Naxçıvanın ərazisində, Naxçıvana girişdə budaqlansın və Ermənistanın ermənilər Meğri ilə Gümrünü Naxçıvan ərazisindən keçməklə birləşdirsinlər dəmir yolu. O dəmir yolu yoxdur. 500 kilometrlik. Və bu da mütləq Rusiyanın nəzarətində olsun. Çünki Gümrü bunlar Rusiyanın 102-ci hərbi bazası oradadır. Türkiyənin sərhədindədir və ona görə də indi Putin əlbəttə ki çaba göstərir ki heç olmasa orada iştirak edə bilsin. Amma təbii ki indi paralel olaraq həm Azərbaycanda Züriyə xanım, həm Ermənistanda Rusiyanın casus şəbəkəsinin sökülməsi prosesi gedir. Azərbaycanda Ramiz Meytev olayı Rusiyanın casus şəbəkəsinin Azərbaycandan sökülüb atılması prosesidir. Çok ciddi tarihi bir prosestir. Ramiz Meytev bir şairdir. O kökündən dartılıb qopardılanda yüzünə, minlə onun budaqlanmalarını görəcəyik biz. Digər tərəfdən Ermənistanda Erməni kilsəsi ilə Paşinyanın siyasi ideoloji boğuşması, savaşı orada da Rusiyanın agentura şəbəkəsinin sökülməsi prosesidir. Ona görə Putin məcburdur Azərbaycan prezidentinin huzuruna gəlsin, məcburdur o kıvrıla danışsın, mecburdur bizim prezidente tez telefon açsın ki Rusiyanın burada heç olmasa istəkləri minimal şəkildə təmin edilə bilsin. Mehman Bey, Ermənistanda da artıq bu dəhlizin açılmasıyla bağlı, hərçənd ki onlar Zəngəzur dəhlizi adı vermirlər, ümumiyyətlə verilməsinə də belə desək razı deyirlər. Amma istənilən halda bu nəqliyyat vasitəsinin, kommunikasiya əlaqəsinin açılmasıyla bağlı bir xoş ab-havanın olduğunu biz görə bilirik. Hətta tranzitlə bağlı Azərbaycanın qadağasının aradan götürülməsini belə daha irəliyə yönəlik planlara əlaqələndirməyə çalışırlar. Bir yöndə də Türkiyə ilə sərhədlər açmağa çalışırlar. Bu prosesi də Azərbaycandakı o Ramiz Mehdiyev buxovlarından azad olma prosesinin alternativi kimi adlandırmaq olar mı Ermənistanda? Ermənistanın siyasi rəhbərliyi Azərbaycan prezidentinin attığı bu müdrik addımla, altın çizərək söyləyirəm, müdrik addımla çox məmnundular. Sizin studiyada da mən bu fikirləri söyləmişəm, başqa televiziya kanallarında çıxış edərkən biz Azərbaycan dövləti olaraq Paşinyanı seçkiyə qədər əlin gücləndirməyə çalışmalıyıq ki, Rusiyanın Paşinyanın yerinə gətirmək istədiyi o canilərindən Cənubi Qafqaz yaxasını qurtarsın. Paşinyanın alternativi Rusiyanın hansısa canişininin, hansısa insanlıq əleyhində cinayətlər törətmiş bir daşnakın hakimiyyətə gəlməsidir. Belə bir siyasi portret çizilib mi artıq Rusiya tərəfindən? Rusiya bütün gücü ilə çalışır ki, Paşinyanı ya fiziki cəhətdən, ya siyasi çevriliş nöqteyi nəzərindən hər hansı bir yolla öyle veya şöyle ortadan kaldırsınlar. Çünkü Paşinyan Rusya'nın burada 200 illik
qurduğu və apardığı oyuna ağır zərbələr vurdu. Bəli. 6 oktyabr 2022-ci ildə Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütünlüyünü tanımaq zorunda qalan Paşinyan Praqada o sənədə imza atanda Rusiyanın buradakı imperiya maraqlarına balta ilə bir zərbə endirmiş oldu. Bəli. Paşinyan Kreml üçün düşmən bir figur sayılır. Paşinyanın bugün kilsi ilə apardığı savaş onun Rus ilə savaş apardığını göstərir. Çünki erməni kilsəsi Rusiyanın xüsusi xidmət orqanlarının qucağındadır. Bu ömrü boyu bu cür olubdur. Erməni kilsəsinin bütün ideoloji oyunları, əfsanələri, Böyük Ermənistan xülyaları, Azərbaycan əraziləri mübahisələndirmək variantları hamısı Kremldə hazırlanıbdır. Bugün də Paşinyanı necə devirsinlər, sıradan necə çıxarsınlar deyə gecə-gündüz fikirləşirlər. Kiriyenko, Gromov, Bastırıkin, hər kəs bu layihənin üstündə çalışır. Paşinyan isə artıq belə bir həddə gəlib çatıbdır ki, Paşinyan o xəttdən geri qayıtması mümkün deyil. Mütləq davam etməlidir. Rusiya qəflətən anladı ki, 8 avqustda Vaşinqtonda imzalanan bu sənəti Rusiyanın buradakı işğalçılıq prosesinə vurulan ağır zərbədir. Və mən bu sözü təkrar söyləyirəm, hörmətli Züriyə xanım. Tarixçilər yazacaqlar ki, Rusiyanın bərpa etmək istədiyi imperiya Yeni Avrasiya İttifaqı adı altında Sovet İttifaqının bərpası prosesini pozan Azərbaycan oldu. Azərbaycan Rus imperiyasının Güney Qafqazın arasından söküb atmaqdadır. O demontaj prosesini isə Ukrayna davam etdirir. Və indi inşallah ki, Ukraynada öz müstəqilliyin, azadlığın və suverenliyin, ərazi bütünlüyün təmin edəcəkdir Allahın izni ilə. Çünki bu, bütün post-sovet məkanında imperiyanın köküşü prosesi deməkdir. Maraqlı bir məqama gəl. Buyurun, son fikrimi söyleyeyim. Buyurun. Ermənistan'da bugün Paşinyanın 15 keşişi zindana atması, Rusiyanın ora gönderdiği iri boynuzlu maliye uğrusu Samvel Karapetyan'ın həbsə atılması, Gömrü şəhərinin, Ermənistanın İrəvandan sonra ikinci böyük şəhəri olan və orada Rusiya bilirsiniz 102. Hərbi Baza, Agentura şəbəkəsi orada çox möhkəm oturubdur. Onun merin və 37 işçisinin həbsə atması. Digər tərəfdən Erməni Katolikosu Kıtırıç Nersisyanın üstünə qurduğu baskı. Kıtırıç Nersisyan Sovet İttifaqının dövründə KGB-nin bıçağının önü də arxası da kəsəndə o Avstriyada təhsil alıb çalışıb, kapitalist ölkəsində, Federativ Almaniyada, sonra Pravoslav Ali Ruhani Akademiyasını bitirib, yəni Kıtırıç Nersisyan deyilən o Erməni Katolikosu Rusiyanın oradakı ən vacib dayaq nöqtəsidir ki, Paşinyan ona zərbələr endirir. Və o Katolikosa da kimlər tabidir? Daşnaklar, Qınçaqçılar, Assalaçılar, Doroçular, Armenikançılar, Qarabağ caniləri və s. və ilaxır. Yəni bugün Rusiyanın Ermənistan ərazisində Putinlə Paşinyanın tarixi savaşı gedir. Bəli. Az öncə elə Ukrayna məsələsini də yerində vurğulamış oldunuz və təbiidir ki, Rusiyanın bugün Cənubi Qafqazda dayaqlarını daha çox bərpa etməyə çalışmasının səbəblərindən də biri həm də Ukrayna cinahında uğurlar əldə edə bilməməsidir. Elə bu uğursuzluğa düçar olduğu məqamlardan birində həm də Budapeşt görüşünün ləğv olunmasında görə bilərik, deyilmi? Çünki canfəşanlıqla bu görüşün keçirilməsinə hazırlaşırdı Rusiya. Əlbəttə, çox vacib bir sual səsləndirdiniz Züriyə xanım. Budapeşt görüşünün təxirə salınması artıq Donald Trump'ın Putin bəsdir, məni cana doydurdun deməsi idi. Çünki hər kəs anladı ki, Putinin vəziyyəti bu cürdür. Və şahmat dili ilə ifadə eləsək, bugün Ukrayna cəbhəsində pat vəziyyətidir. Rusiya irəli gedə bilmir, geri çəkilə bilmir, müharibəni dayandıra bilmir. Üstəlik də Rusiyanın bugün iqtisadiyyatı müharibəni darta bilmir. Yəni bu şərtlər bugün hər kəsə aydındır. Putin istəyirdi ki, zaman uzatsın, rezin diplomatiyası tətbiq edib Donald Trump'ı o ciddi qərarlar qəbul etməkdən çəkindirsin, Tomahawk raketləri verilməsin. Putin hərəkətlərini izləyəndə görəcəksiniz onun o algoritmin. Nə zaman Donald Trump administrasiyası kəskin və həlledici addım atmaq istəyir, dərhal Putin bir görüş oyunu çıxardır, telefon açır. Hatırlırsınız, avqust ayında 2 həftə zaman vermişdi Donald Trump ona. Dərhal Alyaska görüşünü istədi. Alyaska görüşündə başladı tarixi nağıl danışmağa. Hətta Qərb mətbuatı yazır ki, 3 dəfə Donald Trump səsini qaldırıb Putinə ki, bu tarixi əfsanələri mənə danışma.
O yine başlayıb ki, Rus xalqı ilə Ukrayna xalqı eyni xalqdır, eyni millətdir və s. və ilaxır. Və orada görmüş, yarımçıq qaldı. Nahar da etmədilər, oranı tərk elədi Donald Trump, nəticəsiz. Sonra Tomahawk raketləri ortaya çıxanda yenə dərhal telefon açmaq, yenə oyun çıxartmaq, yenə vaxt uzatmaq. Amma oyunu müəyyən qədər işə yaramış oldu. Çünki dərhal telefon zənginin ardınca Trump bildirdi ki, Amerikanın özünün bu silahlara ehtiyacı var, ona görə Ukraynaya verməyəcək. O geri addım attı ki, bəlkə gerçəkdən Putin sülhə gələr, insan ölümləri dayanar. Çünki Donald Trump konkret çox yaxşı bir təklif verir ki, ordular hardadsa orada dayansınlar cəbhə xətti. Sonra başlayaq danışmağa. Amma Putin istəyir ki, qələbə əldə eləsin. Və indidən o atəşkəsi çox bahalı qiymətə satmaq istəyir. Atəşkəsə getmək gedirəmsə, nəyi mənə verirsiniz, bəri başdan deyin. Putin istədiyi budur. Ona görə şərtlər qoyur. Donetskin o 22% qalmış ərazisinə geri çəkilsinlər və prezident seçkilərinə getsinlər. Neytral statusu, Rus dilinin statusu filan nağıllar danışır bu. Və ona görə də Trump deyəndə ki, ateşkəs rejimine nail olun. Sonra başlayın danışmağa. Tarix sizi mühakimə edəcəkdir. Siz hər biriniz özünüzü qalib elan edə bilərsiniz, deyir Donald Trump. Sonra yenə Lavrov başladı bu əfsanələri təkrar nəql eləməyə və administrasiya bu qərara gəldi ki, Putin cəzalandırılmalıdır ki, o dayansın. Və dərhal Budapeşt görüşün təxirə saldılar. Lukoil'la Rosneftə ağır sanksiya tətbiq elədilər. Və artıq Lukoil xaricdəki aktivlərin satmaq qərarına gəldi. Yeri gəlmişən Azərbaycanda da bu başlayıb bu proses. Onun Azərbaycanda istehsalı varmı, yoxmu bilmirəm. Yəni, əslində harada istehsal sahələri varsa, harada törəmə kampanyaları varsa, mütləq onlar sanksiya altına düşəcəkdir. Və bu, Rusiyanın hər ay itirəcəyi 5-6 milyard dollar pul deməkdir. 50% neft hasilatını itirmək deməkdir. Birləşmiş Ştatlar bundan əlavə Hindistana təzyiq etdi və Hindistanın çox nəhəng bir neft şirkəti Reliance Industry Ltd adında bir nəhəng neft şirkəti Rusiya neftindən imtina etmək qərarı verdi. Mehman bəy, Xi Jinpinglə görüşüdə bu cür cəza mexanizmi kimi adlandıra bilərmi Rusiyaya qarşı? Əlbəttə ona çalışılacaq. Nələrinsə bazarlığı? Əlbəttə ona çalışılacaq. Əgər Trump Çinin rəhbərinin Rusiya təzyiq etməsinə nail ola bilsə, o tarixi bir qələbə olacaqdır. Mümkündürmü sizcə bu? Çünki bir neçə dəfə bu cəhdlər olub Çinə. Bilirsinizmi? Birləşmiş Ştatların öncə tutduğu mövqe yanlış bir mövqe idi ki, o Tayvan vasitəsilə Çinə təzyiq edirdi. Təzyiq yox, əməkdaşlıq etmək lazım idi. Çünki Rusiyanın... Amma əsas rəqibi də həm də Amerikanın Çin. O iqtisadi cəhətdən rəqibi sayır, amma Birləşmiş Ştatlar texnoloji dövlətdən xidmət göstərən dövlətə çevriləndə yanlış addım atdılar. Əgər Çin bugün həm texnologiya, həm istehsalçı bir ölkədirsə, texnoloji və istehsalçı, Amerika daha çox xidmət satır. Və indi Donald Trump o istehsal sahələrinin Amerikanın ərazisinə qaytarılması prosesində çaba göstərir. Bugün Çin hələlik Birləşmiş Ştatlara rəqib deyil. Amma Çinin ətrafında toplanmış Rusiya, İran, Şimali Koreya çox təhlükəli qüvvələrdir. Və bunun hamısının iqtisadiyyatı da, ayaqda qalmaları da Çinə görədir. Ona görə mən hər zaman söyləyirəm ki, bu müharibənin taleyi, Rusiyanın taleyi Çindən asılıdır. Xi Jinping'in verəcəyi qərardan asılıdır. Putin, imperator olmaq istəyən Putin, indi Çinin Moskvadakı qubernatorudur. Və Çinin verəcəyi qərardan asılıdır onun həyatı. Çünki 30 min sanksiya, milyon yarım adam itirib, 70-80% hərbi potensialını itirib. Buradan da Hindistan və Çin ondan imtina etsələr, Hindistan artıq qərarını veribdir. Çin də qərar verə bilər. Bilirsinizmi niyə, hörmətli Züriyə xanım? Çinlə Amerikanın ildə 720 milyard dollarlıq ticarət dövriyyəsi var. Ondan biraz da yuxarı Avropa İttifaqı ilə var. Çin nəhəng bir fabrikdir və ona bu qədər nəhəng alıcılar gərəkdir. Amerika Birləşmiş Ştatları ilə Avropa İttifaqının ümdaxili məhsulu 50 trilyon dollardır. Və bu qədər bir güclə ondan 25 dəfə gücü az olan Rusiyanın vuruşması mümkündürmü? Deyil. Müharibəni aparan puldur.
Rusiya ilə Çinin arasında isə Ukrayna müharibəsi başlayandan sonra ticarət dövriyyəsi illik 120 milyard dollardan 240 milyard dollara qalxdı. Buna görə Xi Jinping Amerika bazarını, Avropa bazarını itirəcəkmi? Putinin bu əbləh planlarına görə, məntiqsiz planlarına görə, imperiya qurmaq kimi arzularına görə Çin Amerika bazarını, Avropa İttifaqı bazarını itirmək istəyəcəkmi? Məntiqlə istəməyəcək. Amma digər tərəfdən də Qərb ilə Rusiyanın savaşı Çinin işinə yarayır. Çin ucuz enerji ithal eləyir, Rusiyanın bazarını işğal edir, Rusiyanı özündən asılı vəziyyətə salır, uzaq şərqdəki torpaqları yavaş-yavaş Çinliləşdirir, anneksiya eləyir, 100 illiyə, 49 illiyə kət təsərrüfatına yararlı torpaqları Çinliləşdirir, artıq uzaq şərqi tam itirilmiş saya bilərsiniz. Üstəlik də Çinin Rusiya ərazi iddiası vardır. 1 milyon 500 bin kvadrat kilometr ərazisinə iddia eləyir Çin. Ona görə də Qərb ilə Rusiyanın boğuşması bir tərəfdən Çinə sərf edirsə də, amma irəli baxanda Çin müdrik bir siyasət aparır. Çin bir qərarı verməmişdən öncə 1000 dəfə onu tərəziyə qoyub düşürür. Rusiyadan fərqli olaraq mən inanıram ki, enində sonunda Amerika ilə Çin razılığa gələcəklər. Bəlkə tam deyil, bəlkə bir hissəsi, amma razılaşmağa başladılarmı Putinin fəlakəti onda başlayacaqdır.